Günün ən mühüm hadisələrinin təqdimatı ilə ATV Xəbərin əsas buraxılışının efir vaxtıdır. Vaxtınız xeyir. Prezident İlham Əliyev Qazaxıstanın Xarici İşlər Naziri Yermek Kaşirbayevi və Nəqliyyat Naziri Nurlan Savranbayevi qəbul edib. Prezident birgə investisiya fondunun imkanlarından tam istifadə ediləcəyinə ümidvar olduğunu bildirib. Bir neçə layihənin artıq işlənmə mərhələsində olduğunu vurğulayıb. Azərbaycanla Qazaxıstanın üçüncü ölkələrə birgə investisiya yatırmaq potensialına toxunub. Söhbət zamanı Orta Dəhliz, Transxəzər Yaşıl Enerji Dəhlizi və fiberoptik xətti layihələri diqqət mərkəzində olub. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesi TRIP layihəsinin regional əməkdaşlıq nəqliyyat bağlantıları baxımından rolu qeyd edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib. Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılan mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, hava hərəkətini idarə etmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulub. Yeni kompleksdə Azər Aeronavigasiya Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün bu sahədə dünyanın qabaqcıl aeronavigasiya təhsil mərkəzlərindən olan Alman Aeronavigasiya Akademiyasının təhsil proqramı əsasında Aeronavigasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək. Burada Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramını əks etdirən qüllə stimulatoru, hava məkanının idarə edilməsi üzrə radar simulyator kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün imkan yaradır. Mərkəzdə hava limanlarında real iş şəraitində uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan verən müasir təlim trenajoru kompleksi quraşdırılıb. Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarə etmə üzrə təxminən 30 dispetçer və 3000 hava gəmisi heyətinin hazırlanması planlaşdırılır. Mərkəz fövqəladə vəziyyətlərdə və müxtəlif qəza hallarında hava gəmisi kabininin daxilində təhlükəsizlik tədbirlərinin səmərəli icrası üçün yeni nəsil hava gəmisi simulatoru ilə təchiz edilib. Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyana zəng edib. Dövlət başçısı İran və Amerika Birləşmiş Ştatları arasında elan edilən atəşkəslə bağlı təbriklərini çatdırıb. Məsud Pezeşkiyan bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib. Liderlər ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparıb. Pakistanın Baş naziri Şahbaz Şərifin gərgin səylərindən sonra Birləşmiş Ştatlar və İran arasında 2 həftəlik atəşkəslə bağlı razılaşma əldə olunsa da, dövlət rəsmilərinin hədə dolu bəyanatları atəşkəsin pozulması halları anlaşmanın kövrək olduğunu göstərir. Məsələn, Birləşmiş Ştatlar prezidenti Donald Trump bəyan edir ki, İran bir daha uranın zənginləşdirilməsi ilə məşğul olmayacaq. Əks halda Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatlara qayıtmalı olacaq. ABŞ İranla sıx əməkdaşlıq edəcək, amma uranın zənginləşdirilməsi olmayacaq. ABŞ İranla birlikdə çalışaraq dərinliklərdəki nüvə tozunu qazıb çıxaracaq. Belə açıqlama ilə çıxış edən ABŞ lideri Donald Trump bildirib ki, tərəflər arasında tarif və sanksiya güzəştləri mövzusunda danışıqlar aparılır. ABŞ tərəfindən irəli sürülən 15 bəndlik təklifə də toxunan dövlət başçısı onların bir çoxunun artıq razılaşdırıldığını bildirib. Lakin Ağ Ev rəhbəri həm də qeyd edib ki, ABŞ üçün məqbul razılaşma əldə edilməsə, Vaşinqton asanlıqla İrana qarşı hərbi əməliyyatlara qayıdacaq. İran ya zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verəcək, ya da bu materiallar Vaşinqton tərəfindən müsadirə olunacaq. Belə sərt açıqlamanı isə ABŞ-nin Müdafiə naziri Pete Hegseth verib. Müharibədə ölkəsinin qalib gəldiyini iddia edən nazir qeyd edib ki, İranlılar atəşkəs üçün yalvarıb. İranlılar ABŞ tərəfindən alçaldılıb və ruhdan düşüblər. Biz onların taleyini nəzarət edirik. Hamımız bunu bilirik, deyə Hegseth
məsuliyyət qeyd edib. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Din Keyn isə bəyan edib ki, ordu İranda hərbi əməliyyat zamanı 13 mindən çox hədəfi zərərsizləşdirib. ABŞ İranın hava hücumundan müdafiə sistemlərinin 80, dəniz qüvvələrinin 90, silah istehsalı müəssisələrinin də 90%-dən çoxunu məhv edib deyə Din Keyn iddia edib. İranda isə hesab edirlər ki, atəşkəs İslam Respublikasının irəli sürdüyü prinsiplərin qəbul edilməsi və bütün xalqın birliyi sayəsində mümkün olan nailiyyətdir. Prezident Məsud Pezeşkiyan atəşkəsi Əli Xamneyinin Axan qanunun bəhrəsi adlandırıb. İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyni isə bildirib ki, İran hələ də ABŞ-yə etibar etmir, amma danışıqlara hazırdır. Silahlı qüvvələrimiz döyüşə hazırdır. Eyni zamanda qarşı tərəfin nə qədər ciddi olduğunu görmək üçün danışıqlara gedəcəyik, deyə diplomat vurğulayıb. Lakin Birləşmiş Ştatlar və İran arasında atəşkəs elan edildikdən sonra həm İran, həm də Fars körfəzi ölkələrinə hücumlar davam edib. Bu səhər İran Milli Neft Şirkətinin neft emalı zavodunda, İranın Lavan və Sir adalarındakı neft emalı müəssisələrində bir neçə partlayış baş verib. İran tərəfi iddia edir ki, ABŞ və İsrail İslam Respublikasına hücumlara davam etdirməklə atəşkəs anlaşmasını pozub. Əl-Cəzirə telekanalının məlumatına görə isə Bəhreyn İranın hücumlarından sonra yanğın baş verdiyini açıqlayıb. Gecə ərzində Qətərə də çoxsaylı hücumlar təşkil olunub. Ölkənin Müdafiə Nazirliyi 4 nəfərin yaralandığını bəyan edib. Bundan başqa Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə də hücumlar qeydə alınıb. Məlumata görə Xapşan qaz yatağında yanğın baş verib. Səudiyyə Ərəbistanı isə 5 ballistik raketin ələ keçirildiyini bildirib. Sepah isə iddialara cavab olaraq bəyan edib ki, bu hücumlar ABŞ ilə razılaşmadan 7 saat əvvəl həyata keçirilib. İslam İnqilabı Keşikçiləri Korpusu ərəb ölkələrinə çağırış edib. İran ərəb ölkələri üçün heç bir təhlükə yaratmır və ABŞ-ni yaxın şərqdən qovmaq üçün Tehranla əməkdaşlıq etməyi tövsiyə edir. Biz region ölkələri üçün təhlükə yaratmırıq və yaratmayacağıq. Müsəlman ölkələrinin hökumətlərinə və xalqlarına İran İslam Respublikasına etibar etməyi və regionda və dünyada əsas qeyri-sabitlik yaradan amil olan ABŞ ordusunu qovmaq üçün əməkdaşlıq etməyi tövsiyə edirik deyə Sepah vurğulayıb. Bəxtiyar Fətullayev, ATV Xəbər. İranın cənubunda yerləşən Fars vilayəti səmasında bir pilotsuz uçuş aparatı vurulub. Bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu məlumat yayıb. Bildirilir ki, PUA-nı İranın hava hücumundan müdafiə sistemi zərərsizləşdirib. Sepah bildirir ki, hətta hərbi əməliyyat keçirmədiyi halda İran səmasına daxil olan Birləşmiş Ştatlar və İsrailə məxsus hər növ uçuş vasitəsi atəşkəsin pozulması hesab olunur və qətiyyətli cavab veriləcək. İran Xarici İşlər Naziri Seyid Abbas Əraqçı və Pakistan ordusunun komandanı general Asim Munir İsrail tərəfindən İran və Livanda atəşkəsin pozulması hallarını müzakirə edib. İran Xarici İşlər Nazirliyinin məlumatına görə Abbas Əraqçı müharibəyə son qoymaq, regionda sülh və sabitlik möhkəmlənməsi üçün Pakistan dövlətinin konstruktiv rolunu alqışlayıb. Tərəflər əldə olunan razılaşmalarla bağlı koordinasiyaların davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Atəşkəsin pozulması səbəbindən İran Hörmüz boğazında gəmilərin hərəkətini dayandırıb. Bu barədə Fars agentliyi məlumat yayıb. Məlumata görə Hörmüz boğazında gəmilərin hərəkəti İsrailin Livana geniş miqyaslı avia zərbələrindən sonra dayandırılıb. Ölkə gündəmi ilə davam edirik. Şirvanda kütləvi zəhərlənmə baş verib, sifarişlə alıb yedikləri pizzadan zəhərlənən 7 nəfər dərhal şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Təfərrüatlar sujetdə. Biri oğlan, 6-sı qız olmaqla 7 nəfər Şirvan şəhərinin Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən Pizza Time restoranından evə pizza sifariş veriblər. Saat 16:00 radələrində bir yerdə pizza yedikdən sonra çox çəkmir ki, özlərini pis hiss edən 20-24 yaşlı Habilə və Gülçin Əkbərovalar, 23-26 yaşlı Baləhməd və Xədicə Hacızadələr, 34 yaşlı Şəbnəm Hacıyeva, 21 yaşlı Gülsarə Əliyeva və 29 yaşlı Səyyarə Cabbarlı dərhal Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıblar. Onlardan ikisinin vəziyyəti yüngül qiymətləndirildiyindən tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. 5 qadın dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu ilə xəstəxananın təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Xəstələrə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır olduğu üçün Şirvan şəhər mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsində müşahidədə saxlanılmışdır. Onların vəziyyəti orta ağır qiymətləndirilir. Zəhərlənmə faktı ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti də məlumat yayıb. Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yaşayış obyektindəki qidalardan nümunələr götürülüb.
Agentlik mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub, obyektin fəaliyyəti dayandırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Səadət Əzqızı, Firqət Əhmədov, Mələk İnqilablı, ATV Xəbər, Şirvan. Xaçmazın Sibiroba kəndində 37 yaşlı kişi kəndin ərazisindən keçən kanala yıxılaraq boğulub. Rəşad Məmmədovun nəşi sudan çıxarılıb. Onun epilepsiya xəstəsi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Qobustanda azyaşlı ehtiyatsızlıqdan gölməçiyə düşərək boğulub. Rayon ərazisində yerləşən qış otlaq sahəsində yaşayan 6 yaşlı uşaq yaxınlıqda təbii şəkildə yaranan gölməçiyə yıxılıb. Orada boğularaq həyatını itirib. Fakt araşdırılır. Leysan yağışlardan sonra Ramana qəsəbəsində yol çöküb. Sərnişinlərdən birinin qaynar xəttimizə göndərdiyi kadrlardan görünür ki, hərəkətdə olan 214 saylı avtobus yaranan çuxura düşüb. Sakinlər deyir ki, çökmə ərazidə yığılan yağış sularının vaxtında çəkilməməsi səbəbindən yaranıb. Ərazidə hündürlüyü təxminən 1 metrədək olan yağış suları var. İntensiv yağışlardan sonra paytaxtın daha bir küçəsində yol çöküb. Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Ətraflı sıradakı sujetdə. Dünən gecə saatlarında paytaxtın Nizami rayonu Bəkir Çobanzadə küçəsində asfalt örtüyü bu formada çöküb və ərazidə böyük bir çuxur yaranıb. Elə bu səbəbdən avtomobillər yolun digər hissəsi ilə hərəkət etməyə məcburdular. İlkin ehtimallara görə məhz asfalt örtüyünün alt hissəsindən keçən kanalizasiya sistemində baş verən problem nəticədə yolun çökməsinə səbəb olub. Hadisə yerində isə Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları var və ilkin araşdırma işləri aparılır. Hadisə səbəbindən ətrafdan keçən sürücülərin və piyadaların hərəkəti çətinləşib. Sürücülər bildirir ki, yol qısa zamanda bərpa olunmalıdır. Çünki əsasən gecə saatlarında avtomobillərin bu çuxura düşmə riski çoxdur. İşdən çıxırdıq, hamı qeyd edir, görürük. Gecə saat 12 bir radələri idi. Söküntü oldu, yağış yağdı, su apardı. Kanalizasiya sistemləri yəqin düzgün qurulmayıb da ona görə. Neçə dəfə qəza şəhidinə düşmüşük bu yolda. Gəlirlər, qazırlar, düzəltmirlər. Gecə saatlarında ümumiyyətlə görsənmir demək olar. Heç bir işıq qaytarıcı nişan qoyulmur bura. Yol çəkəndə gərək onu fundamental bir şey eləyəsən, bərkidəsən. Amma görünür bərkitməyiblər. Əlbəttə çox böyük təhlükədir. Orada o qədər hələ təcrübəsiz olan sürücülər var. Onlar gəlib maşın belə baş üstə ora düşə bilərdi. Nizami rayonu Çobanzadə küçəsindən keçən yağış kollektorunun istismar müddəti bitmiş hissəsinin həlqələrində yaranan aşınma nəticəsində xəttə baş verən qəza iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı Su Kanal İdarəsinin briqadası tərəfindən aradan qaldırılır. Qurumdan bildirildi ki, qısa zamanda işlərin yekunlaşması nəzərdə tutulur. Əhməd Məmmədov, Ramin İsmailov, ATV Xəbər. İntensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam edir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə paytaxtın Xəzər, Nizami, Qaradağ, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhərində, Abşeron, Xızı və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülür. O cümlədən su çəkmə prosesi davam edir. Son günlər dünyanın əksər bölgələrini əhatə edən aramsız yağışlar fəsadsız ötüşməyib. Qonşu Türkiyə və Dağıstanda təbii fəlakətin təsiri daha ağır olub. Tələfat qeydə alınıb. Evlər, körpülər və yollar su altında qalıb. İnsanların təxliyəsi üçün bütün dövlət qurumları səfərbər olub. Türkiyədə güclü yağışlar daha çox Osmaniyə, Ədirnə və Qaziantepdə fəsadlar törədib. Osmaniyədə sel sularının səviyyəsinin sürətlə qalxması sakinlərin öz bacarıqları hesabına xilas olmasını çətinləşdirib. Bu səbəbdən 2 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb və xilas olmağa macal tapmayıb. Yalnız xilas edicilərin səylərindən sonra cəsədlər maşınlarla birlikdə sudan çıxarılıb.
Qeyd edək ki, həyətyan sahələrdə suyun səviyyəsinin sürətlə artması AFAD əməkdaşlarına da çətin hallar yaşadıb. Xilasedicilər sakinləri su basmış evlərdən çətinliklə çıxara bilib. Ədirnə əyalətində isə Meriç çayının daşması kritik vəziyyətə səbəb olub. Çay suyunun səviyyəsi Elçili uzun körpü yoluna çatıb və bu da ərazidəki əhəmiyyətli kənd təsərrüfatı torpaqlarının su altında qalmasına səbəb olub. Suyun qorucu bəndləri aşaraq Küplü və Subaşı rayonlarında da daşqınlara səbəb olub və nəticədə yollar və körpülər su altında qalıb. Nəqliyyatın hərəkəti iflic olub. Bura isə Dağıstandır. Respublika son günlərdə güclü yağışlar nəticəsində ikinci dəfə daşqın yaşayıb. Təbii fəlakət nəticəsində evlər, həyətyanı və əkin sahələri, yollar və körpülər su altında qalıb. Maçqalada 6 mərtəbəli yaşayış binası daşqın səbəbindən uçub. Dərbənddə su anbarının bəndinin uçması nəticəsində Mixaylovka, Duzlaq, Zarişnaya, Sulepa və digər kəndlər su altında qalıb. Bəzi kəndlərin sakinləri əvvəlcədən təxliyə edilib. Yollar palçıq təbəqəsi ilə örtülüb. C-Sox su anbarının daşması səbəbindən Dərbənd rayonundan 6200-dən çox sakin təxliyə edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları itkin düşənlərin tapılması istiqamətində intensiv iş aparır. Respublika rəhbəri Sergey Melikov yağışların bölgədə misli görünməyən fəsadlara yol açan səbəblərinin araşdırılması üçün göstəriş verib. Bəxtiyar Fətullayev, ATV Xəbər. Xəzər dənizində zəlzələ qeydə alınıb. Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə günorta saatlarında baş verən yeraltı təkanların gücü 5,3 bal olub. Fövqəladə Hallar Nazirliyindən ATV Xəbərə bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb. Zəlzələ cənub zonasında əsasən Cəlilabad, Astara, Lənkəran, Lerikdə 3 bal gücündə hiss edilib. Müəyyən fasilələrlə yenidən təkrarlanıb. Ev silkələndi də, səsi hiss elədi. Elə bir qablar, zətlər tərpənirdi. 5-6 saniyə çəkdi. Qonşular da ayaqda düşmüşdü. Ziyan-zad yoxdur. Evlərə baxdı, çat-çat yoxdur. Elə dağıntı zad yoxdur. Astara stansiyasından götürdükdə ən yaxın məsafə 64 kilometr dənizdə və onun magnitudası 5,3 olub, dərinliyi isə 70 kilometrdir. 70 kilometr dərində olduğuna görə Astaradır, Lənkərandır, Lerikdir, bu yana keçəndə Cəlilabaddır, Sabirabaddır, Neftçaladır, Saatlı, bütün Xəzər yanı o yaşayış məntəqələri maksimum dərəcədə 3-4 belə balla hiss olunub. Digər bölgələrdə olduğu kimi Xəzər dənizində tez-tez yeraltı təkanlar baş verir, zəlzələlər olur. Bugünkü zəlzələnin o baş verdiyi andan sonra 50-yə yaxın afterşoklar olub. Biləcəri Dəmir Yolu Stansiyasının mövcud vəziyyətindən danışacağıq. İllər əvvəl inşa edilən yerüstü piyada keçidi bugün sərnişinlər üçün rahatlıqdan çox maneəyə çevrilib. Hər gün platformadan çıxmaq istəyən sərnişinlər saysız pillələri böyük çətinliklə qalxaraq yolu keçmək məcburiyyətində qalır. Artıq pilləkənlər də sıradan çıxıb. Hər gün uzaq məsafələrdən gələn, yorğun və əllərində yük olan sərnişinlər Biləcəri stansiyasında çətin anlar yaşayır. Səbəb isə stansiyadan çıxış üçün yeganə yolun bu piyada keçidi olmasıdır. Köhnə və baxımsız olan bu piyada keçidində indi pilləkənlər də sıradan çıxıb. Vaxtilə tikilən zaman isə nə eskalator quraşdırılıb, nə də ki lift. Bu isə xüsusən yaşlılar, uşaqlı ailələr və fiziki məhdudiyyətli şəxslər üçün çətinliklər yaradır. Pilləkənlərindən düşmək vəbşə qorxuludur. Adamın ayağı ilişir məftillərə. Eskalator olsa hamı üçün yaxşı olar. Həm uşaqlara, qocalara. Müasir dövrdür, başa düşürük, ki, burada müasir qurumlu bir olmalıdır, pilləkən və yaxud lift sistemi. İndi mən bayaq gələndə baxıram ki, məsələn, təhlükəsizlik baxımından da bu yararlı deyil. Bu neçə ilin körpüsüdür, biz bu körpüyü öyrənmişik. Amma çatışmamazlıqlar var. Bunun əlili var, bunun uşaqlısı var. Kalyaskalı olan var, çətinlik çəkir. Əlbəttə ki, həyəsi olsa, təmir olsa daha yaxşı olur. Məcburuqsa düşək. Çətin də olsa, asan da olsa məcburuq düşək. Tökülüb görsən, əyilib,
Dəmirlər çıxıb çölə. Bu stansiyadan istifadə edən hər kəsi bir sual düşündürür. Keçid nə vaxt yenilənəcək? Azərbaycan Dəmir Yolları piyada keçidlərinin qurulmasına və yenilənməsinə xüsusi önəm verir. Yeni inşa olunan və ya əsaslı şəkildə yenidən qurulan stansiyalarda beynəlxalq standartlara uyğun müasir liftlər, eskalatorlar, xüsusi panduslar quraşdırılıb, keçidlər tikilib. Biləcər stansiyasında da yerüstü piyada keçidinin yenilənməsi məqsədilə layihələndirmə işləri aparılıb, müvafiq vəsait ayrıldıqdan sonra tikinti işlərinə başlanılacaq. Biləcəri stansiyası Azərbaycan Dəmir Yolu şəbəkəsinin əsas qovşaqlarından biridir. Tarixi 19-cu əsrin sonlarına qədər uzanan bu stansiya bu gün də həm yüklərin, həm də sərnişinlərin daşımasında mühüm rol oynayır. Əkbər Əlizadə, Amil Əliyev, Məhəmməd Hacızadə, ATV Xəbər. Cəfər Cabbarlı ilə Nizami stansiyalarını birləşdirəcək uzunluğu 200 metrə yaxın olan tunelin tikintisinin birinci mərhələsi başa çatdırılıb. 28 may stansiyası ətrafında Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsində parklanma zonası salınıb. Daha hansı yeniliklər var? Sujetdə. 2030-cu ilin sonuna qədər paytaxtda 9 yeni metro stansiyasının tikintisi başa çatacaq. Bu istiqamətdə bütün depo və stansiyaların layihələndirmə işləri artıq yekunlaşıb. Əhmədli və Həzi Aslanov stansiyaları arasında aparılan tikinti işləri isə son mərhələdədir və bu ilin sentyabrına qədər tamamlanması planlaşdırılır. Dərnəgül elektrik deposunun ərazisindən keçən avtomobil və piyada tunelinin tikintisi də davam etdirilir. Hal-hazırda bildiyiniz kimi depo ərazisindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə Abay Kulanbayev və Çınarlı Park yaşayış kompleksini birləşdirəcək avtomobil tuneli və piyada tuneli inşa edilməkdədir. Dərnəgül deposunun texniki cəhətdən qismən fəaliyyətə başlaması üçün tələb olunan hissə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podrası tərəfindən bitdikdən sonra Dərnəgül elektrik deposu qismən fəaliyyətə başlayacaqdır və yalnız ondan sonra biz xətlərin ayrılması layihəsinə başlaya biləcəyik. Yaşıl xətt üzrə 4 yeni metro stansiyasının tikintisi də nəzərdə tutulur. Yeni stansiyalar mövcud xəttin davamı olaraq paytaxtın şimal və şimal-qərb istiqamətində, o cümlədən Dərnəgüldən sonraki ərazilər və Xocasən istiqamətində yerləşəcək. Yaşıl xəttin 4 yeni stansiyasının inşası 2030-cu ilə qədər yekunlaşacaq. Xəttayı stansiyasından sonra davam edərək Ağşəhər ərazisindən keçərək və Həzi Aslanov stansiyasına qədər ərazini əhatə eləyir və bu 4 stansiya həmin bu dediyim marşrut istiqamətində yerləşəcək. Xocasən deposunun 2-ci mərhələsi və Dərnəgül deposunun 3-cü mərhələsinin inşası, yəni bütün tikinti quraşdırma işlərinin yekunlaşdırılması və tam fəaliyyətə başlaması istiqamətində tender prosesi bu il ərzində həyata keçiriləcəkdir. Digər mühüm layihələrdən biri isə xətlərin ayrılması ilə bağlıdır. Çünki yaşıl və qırmızı xətlər ayrıldıqdan sonra hər biri müstəqil fəaliyyət göstərəcək. Məqsəd 28 may və Cəfər Cabbarlı stansiyalarında rahat və təhlükəsiz hərəkəti təmin etmək, infrastruktur şəraitini, habelə sərnişin axınının tənzimlənməsinin təmin olunmasıdır. Xırdalan və Sumqayıta metro xətlərinin çəkilməsi məsələsinə gəlincə bildirildi ki, 2025-2030-cu illər üzrə dövlət proqramında Xırdalan və Sumqayıt istiqamətində metro xətlərinin çəkilməsi nəzərdə tutulmur. Nurlan Şirayev, ATV Xəbər. Gəncədə su kanalizasiya xətlərinin yenilənməsi layihəsində çalışan bir qrup şəxs ATV Xəbərin qaynar xəttinə müraciət edib şikayətçilər müqavilə əsasında layihə üzrə fəaliyyət göstərən Magro Construction şirkətinə məxsus xidmətlər göstərdiklərini, lakin aylardır gördükləri üçün müqabilində əmək haqqı ala bilmədiklərini deyirlər. Sıradakı sujetdə məsələni yerində araşdırmışıq. Gəncədə su kanalizasiya xətlərinin yenilənməsi layihəsini həyata keçirən şirkət müqavilə əsasında bir qrup şəxslə iş görməyə başlayıb. Belə ki, bu işçilər öz şəxsi avtomobili və tikinti texnikası ilə müxtəlif xidmətlər göstəriblər. Burada onlar işçilərin daşınması, tikinti işlərinin görülməsi kimi işləri yerinə yetiriblər. Lakin gördükləri işin qarşılığında aylardır maaşlarını ala bilmirlər. Belə işçilərin sayı 15 nəfərdir. Mən servis şoförü olmuşam. 7-ci aya keçib ki, pulumuzu verilmir. Elə bir gün sabah hər həftə də gəlirik, gedirik. İşdən də çıxardıqlar, işlərdə dayanıb, pul verilmir. Yazılı müqavilə ilə su və kanalizasiya işlərini qəbul aparan Magro şirkətində işləyirik. 7 aydır biz maaşımızı ala bilmirik, işlərimiz dayanıb. Şikayətçilər deyir ki, şirkət tərəfindən onlara yığılan borc minlərlə manat təşkil edir. Lakin onlar dəfələrlə məsələ ilə bağlı şirkətə müraciət etsələr də əmək haqqı ödənilmir. Maaş 800 manat ayır. Oktyabrdan düz indiyənə kimi pulumuzu vermirlər. Günü sabah bürsün, elə belə deyə uzadırlar. Haradasa da mənim öz pulum 2700-2800 arasındadır. Əvvəlcədən gecikdirmə var idi. 2 ayını saxlayırdılar, 3-cü aydan verirdilər. Ya 4 ay saxlayıb verirdilər.
Oktyabrdan bəri vermirlər. Mənə 14.000 verəcəyi var. Məndə 2 texnika işləyirdi deyə ona görə də məbləğ elə olub. Rəhbərlik Nazim müəllim, yəni bizə rəhbərlik eləyirdi da bizim texnika işləyən vaxtı. Və onlara deyirlər ki, bizlik deyil ki, yəni yuxarıdan ödəniş eləsinlər, biz də pulu verək. Şikayətçilər layihədə podratçı kimi adı çəkilən Magro Construction şirkətinin iş icraçılarının əlaqə nömrələrini bizə təqdim etdilər. Şirkətin Nazim və Elvin adlı nümayəndələri ilə əlaqə yaratmağa çalışsaq da zənglərimizə cavab verilmədi. İşin sifarişçisi kimi Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən isə sorğumuza cavab olaraq bildirildi ki, bu məsələ ilə bağlı cavabdeh qurum podratçı şirkətdir. Bu layihə ilə bağlı bütün ödənişlər podratçı şirkətə ödənilib. Problemdən çıxış yolu kimi isə işçilərin məhkəməyə müraciət etmələri tövsiyə olunur. Mədənik Nəcat Sadət Ayazqızı, Rüfət Bayramov, Sənan Bəhrəmli, ATV Xəbər, Gəncə. Nəsimi rayonu Mirəli Qaşqay küçəsində tarixi binanın eyvanları artıq neçə müddətdir yararsız hala düşüb. Ərazidən keçən piyadalar üçün hər an təhlükə var. Tarixi əhəmiyyəti olan tikili niyə təmir edilmir? Sualı aidiyyatı quruma ünvanladıq. Mirəli Qaşqay və Salatin Əsgərova küçələrinin kəsişməsində yerləşən binanın qarşısındayıq. 100 ildən artıq yaşı olan bu binanın eyvanları artıq qəzalı hala düşüb və hər an çökə bilər. Bu isə ərazidən keçən piyadalar, həmçinin nəqliyyat vasitələri üçün olduqca təhlükəlidir. Bu cür problemlər var, heç kim baxmır. İlla ki, kimisə başına nəsə gəlsin ki, ondan sonra kimlərsə hərəkətə keçsin. Biz də keçirik, hamı üçün təhlükəlidir, bir-birisi üçün deyil, bütün elə adi maşınlar üçün də təhlükəlidir, nəinki sakinlər üçün. Bina sakini deyir ki, eyvanın təmiri ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, binanın söküntü planına daxil edilməsi səbəbindən təmir işlərinə icazə verilməyib. Hal-hazırda qəzalı vəziyyətdə olan sahə 2 dənə qədimdən 104 yaşlı bu binanın 2 dənə qədimdən olan şivelerinin üstündə durubdur. İstənilən vaxt oradan cəmaat üçün qəzalı vəziyyətdir, uça bilər. Güya burası söküntü zonasıdır, söküləcək, ona görə də onu təmir eləmək olmaz. Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətindən bildirildi ki, həmin bina yerli əhəmiyyətli memarlıq abidəsidir. Qurumun əməkdaşları ərazidə olub, binanın hazırki vəziyyəti bir daha qeydə alınıb. Məsələ ilə bağlı aidiyyatı dövlət orqanlarına müraciət ediləcək. Aysu Qayıbova, Pərviz Əliyev, Jalə Məmmədova, ATV Xəbər. 5 ay əvvəl Xətai rayonu Qədir Məmmədov küçəsinin sakinləri ATV Xəbərin qaynar xəttinə müraciət edərək həyətdəki antisanitariyadan şikayət etmişdi. Maraqlıdır ki, problem hələ də həll olunmamış qalır. Niyə? Elə sakinləri də bu sual maraqlandırır. Uşaq həyətə salmaq olmur, məktəbə göndərmək olmur. İlan əlindən, it əlindən, pişik əlindən, valla dəbərmək olmur. Siz ağcaqanad vapşı bloka girmək olmur. Rayona gəlsən, rayonlar hamısı buradan abaddır. Bir neçə ay bundan öncə, daha dəqiq vaxt desək, ötən il dekabrın 7-sində bax bu ərazidə Xətai rayonu Qədir Məmmədov 5 ünvanında çəkiliş aparmışdıq. ATV Xəbərin qaynar xəttinə müraciət edən sakinlər bildirmişdi ki, bir neçə il öncə onların həyətlərindəki qarajlar bax bu formada sökülüb, lakin yerindən təmizlənməyib və ərazidə antisanitar vəziyyət yaranmışdı. Həmin vaxtı Xətai rayon icra hakimiyyətindən bizə bildirmişdilər ki, çox qısa zamanda problem həll olacaq. Artıq məsələnin üstündən 5 ay keçib, yəni bizim çəkilişimizin üstündən 5 ay keçməsinə baxmayaraq, təkrar ATV Xəbərə müraciət edən sakinlər bax bu vəziyyəti bir daha onların diqqətinə çatdırmaq istəyir. Zibillər tökülür bura, qabağı yaya gəlir, birazdan burada üfunətdən oturmaq olmayacaq. Nə uşaqlar həyətdə oynaya bilir, nə yaşlılar düşüb hava ala bilirlər. Qonşular özləri öz gözləri ilə həyətdə ilan da görüblər. Yağış yağan kimi maşınlar hamısı palçıq içində. Bu 3 ildir, 3 ildir söküblər, dağıdıblar, belə qoyublar. Və oraların da hamısını söküblər. O gündə gül kimi rahatçılığımız vardı, qapımıza girib çıxa bilirdik. Parkımız olsun, uşağımız çıxsın, özümüz oturaq. Binanın həyətində artıq ot dizə çıxır. Sakinlərin iddiasına görə ərazi baxımsız olduğundan qonşu binanın sakinləri də məişət tullantılarını həmin söküntü ərazisinə atırlar. Beləliklə də ərazidə antisanitar vəziyyət yaranır. Bəs abad həyətin olacağı deyilən həyət niyə abadlaşdırılmır? Sualını Xətai rayon icra
icra hakimiyyətinə ünvanladıq. Qurumdan deyildi ki, Qədir Məmmədov küçəsinin abadlaşdırılması üçün maliyyə ayrılıb. Tezliklə ərazi təmizlənib abadlaşdırılacaq. Məsələni diqqətdə saxlayacağıq. Turanə Tağızadə, Şəhriyar Rəhmətli, ATV Xəbər. Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında keçid ballarının enəcəyi gözlənilir. Buraxılış imtahanlarında şagirdlərin göstərdiyi nəticəyə əsasən ekspertlər bu fikirdədir. Keçid ballarının hansı ixtisas qruplarda düşməsi gözlənilir? Ətraflı sujetdə. Mart ayında keçirilən buraxılış imtahanlarında əsasən 3 və 4-cü ixtisas qruplarında riyaziyyat fənninin suallarının çətin olması keçid ballarının enəcəyindən xəbər verir. Ekspertlər hesab edir ki, əgər qəbul imtahanlarının sualları da çətin olarsa, balların aşağı düşməsi qaçılmazdır. Əksinə, suallar asan tərtib edilərsə, ballar qalxacaq. Xüsusilə də 3-cü və 4-cü qruplarda bu məsələnin daha ciddi olduğu bildirilir. Sualların çətinliyi müəyyənləşərsə və bu balların düşməsinə müəyyən qədər təsir göstərərsə, hardasa hesab edirəm ki, ixtisas qruplarına görə 50 bala qədər düşmə müşahidə oluna bilər. Əlbəttə, bunu ümumi olaraq indidən demək çox tezdir. Çünki hal-hazırda qarşıda blok imtahanlarının 1-ci və 2-ci cəhdi olacaq. Bu blok imtahanının əgər keçən ilki blok imtahanı ilə eyni səviyyədə olarsa, dəqiq demək olar ki, bu ilki qəbul imtahanları keçənlə nisbətən balların düşəcəyi müşahidə olunacaq. Bəs bu ilki qəbul imtahanlarının nəticələrindən gözləntilər nələrdir? Deyək ki, müsabiqə şərtləri 200 baldır. 200 bal olan müsabiqə şərtləri əgər ballar düşərsə, 250 ballıq bir şagirdin balı gəlib 200 bala düşə bilər və yaxud da 240 ballıq bir şagirdin balı gəlib 200 baldan aşağı düşə bilər. 200 baldan aşağı düşdüyü təqdirdə həmin abituriyent artıq müsabiqə şərtlərini ödəmədiyi üçün qəbul prosesində iştirak edə bilməyəcək. Ballar enərsə, ciddi bir şəkildə enərsə, bəli, müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı azalacaq və qəbul prosesi ciddi bir şəkildə çətinləşəcək. Ekspert hesab edir ki, ballarda ciddi şəkildə enmə olarsa, müsabiqə şərtinin də gərgin keçməsi gözlənilir. Müsabiqədən keçən abituriyentlərin sayı bilinmədiyi üçün dəqiq nəsə demək hələ ki çətindir. Ağcəl Əskərli, Elvin Muradov, ATV Xəbər. Böyrək xərçəngi dünyada ən çox rast gəlinən onkoloji xəstəliklərdəndir. Erkən mərhələdə demək olar ki, simptomsuz keçən bu xəstəlik gec aşkarlanarsa ciddi fəsadlara səbəb ola bilər. Bəs böyrək xərçəngi nədir? Hansı əlamətlərlə özünü göstərir və ondan qorunmaq mümkündürmü? Son illərdə sürətlə yayılan xərçəng növlərindən biri də böyrək xərçəngidir. Avropa və Amerika alimlərinin apardığı araşdırmalara görə 2030-cu ildə onkoloji xəstəliklər ürək-damar xəstəliklərindən önə keçərək ölümə səbəb olan xəstəliklərin sırasında birinci yeri tutacaq. Xərçəngin bu növü böyrək hüceyrələrinin nəzarətsiz şəkildə çoxalması nəticəsində yaranır. Xəstəliyi təhlükəli edən ən əsas məqam isə onun uzun zaman gizli inkişaf etməsidir. Böyrək törəmələri çox simptomsuz gedir, yəni əlamət çox verməzlər. Çox böyük olduqları zaman, çox böyük ölçülərə gəlib çatdıqları zaman yan ağrıları, yanda şişkinlik, bəzən sidikdə qanın olması və ağrı şikayəti ilə baş vura bilərlər bizə. Amma çox hallarda isə təsadüfi müayinələr nəticəsində, məsələn, adi böyrək ağrısı, yan ağrıları səbəbi ilə və ya qadınlarda daha çox sistit səbəbi ilə müraciət elədikləri zaman olunan uroloji ultrason müayinələrində, həmçinin tam qarın boşluğu müayinələrində böyrəkdə törəmələr aşkar olunur. Həm bu törəmələr əgər birincili ultrason müayinəsində aşkar olunubsa, deməli irəli başqa radioloji müayinələr olunmalıdır xəstəyə. Hansı müayinələr olunmalıdır? Burada kontrastlı tomoqrafiyalar olunmalıdır. Əgər olunubsa MRT-lər olunmalıdır və s. Onkoloq Fərid Müseyibov deyir ki, Bakı şəhərində son 6 ayda aparılmış statistikaya görə əvvəllər ürək-qan damar xəstəlikləri birinci sırada idisə, artıq onkoloji xəstəliklər ilk sıraya keçib. Böyrək xərçəngi isə yayılan xərçəng növləri arasında çoxluq təşkil edir. Sidikdə qan, əllə hiss edilən törəmə, iştahsızlıq, bədəndə hərarətin qalxması, halsızlıq və yorğunluq böyrək xərçənginin əsas əlamətlərindəndir. Son zamanlar təbii ki,
böyrək xərçəngi də çox sürətlə yayılmaqdadır. Ümumiyyətlə böyrək xəstəlikləri, böyrək xərçəngi daha doğrusu onkoloji xəstəliklərin ümumilikdə 4%-ni təşkil edir və burada da bir sıra amillər vardır ki, böyrək xərçənginin əsas yaranma səbəbləri vardır. İlk öncə burada tütündən geniş istifadədir ki, bu böyrək xərçənginin ilk belə deyək də əsas səbəblərindən biri hesab olunur. Artıq çəkinin olması, təzyiqin olması və digər bir faktor, genetik bir faktorun olması, ondan sonra iş şəraiti buraya aiddir ki, hansı ki bu ağır metallarla işləyən insanlarda və yaxud da ki bu radiasiya olan bir zabot fabrikdə işləyən insanlar arasında daha çox görülməkdədir. Böyrək xərçənginin ilkin mərhələdə aşkar edilməsi müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artırır və sağalma şansını yüksəldir. Bu səbəbdən mütəmadi tibbi yoxlanışlardan keçmək və orqanizmdə baş verən dəyişikliklərə laqeyd yanaşmamaq tövsiyə olunur. Aytac Əsədova, Seymur Səmədov. Ermənilər daha bir xalq mahnımıza əl uzadıb. Təəssüf ki, bu ilk deyil. Bu dəfə illərlə dəyərli ifaçılarımızın səsləndirdiyi, sevdiyimiz Girdim Yarın bağçasına xalq mahnısını mənimsiblər. Üstəlik, müəllif hüquqlarını önəmsəmədən. Təfərrüatlar sujetdə. Girdim yarın bağçasına, çiçekler açmış. O yar benim yüreğime yarar saçmış. O yar benim yüreğime yaralar saçmış. Gel 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 güzelim gel, gel bir görüm seni. Eğer kısmetim olarsan alaram seni yarcan. Girdim Yarın bağçasına xalq mahnısını demək olar ki, kiçikdən böyüyə hər kəs əzbər bilir. Azərbaycanın bir çox korifey müğənnilərinin ifa etdiyi bu əsərdə görünür, Ermənistanlı müğənnilərdən birinin xoşuna gəlib və ona görə də mənimsənilib. Ermənilər uzun illərdir ki, məşhur Sarı gəlini özlərinə aid etməyə çalışır, onun erməni xalq mahnısının olduğunu iddia edirlər. Bununla yanaşı bizim digər xalq bəstəkar mahnılarımızı da oğurlayaraq öz mahnıları kimi qələmə verirlər. Təqdim olunan bu mahnılar onların mənimsədiyi xalq mahnılarımızın yalnız kiçik bir hissəsidir. Onlar üçün müəllif hüquqları heç də önəm daşımır. Halbuki bu olduqca vacibdir. Fəxr edirəm ki, bizim belə gözəl xəzinəmiz var ki, hamının gözü bu xəzinəmizdədir. Başqa tərəfdən siz onu düzgün təqdim edin. Yəni deyin ki, bu Azərbaycan xalq mahnısıdır, adı budur, amma biz də bunu ifa edirik. Amma siz bunu mənimsəyirsiniz, deyirsiniz ki, bu erməni mahnısıdır. Bu bizim tərəfimizdən qəbul edilməzdir. Bəs bu kimi halların qarşısının alınması üçün hansı mexanizmlər işə düşməlidir? Müəllif hüquqları uğrunda İctimai Birliyin sədr müavini Zamiq Yunisov bildirir ki, bu məsələ Əqli Mülkiyyət Agentliyi vasitəsilə qaldırıla və qanun çərçivəsində öz həllini tapa bilər. Əgər mahnı konkret aranjman və ya ifa versiyasında ifa hüququnun pozulması kimi müraciətlər edilə bilər, beynəlxalq platformalarda, YouTube-da, Spotify-da və digər digital platformalarla göndərilərək ki, bunların orada yayınlanmasının qonşu xalqların ifaçıları tərəfindən qarşısı alınmalıdır. Mahnı Azərbaycan xalq musiqisi kimi təqdim olunursa, onun mənşəyi haqqında tarixi və musiqişünaslar sübutları təqdim olunmalıdır. Bu kimi məsələlər UNESCO çərçivəsində qeydə alınmış irs siyahılarında da arqument kimi istifadə oluna bilər. Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyinə də müraciət etdik. Bildirildi ki, məsələ araşdırılacaq. Məhəmməd Hacızadə, ATV Xəbər. Bazar Store öz müştərilərinə inanılmaz fürsətlər təqdim edir. Yüzlərlə məhsulda möhtəşəm endirimlər sizi gözləyir.
Bazar Store'da möhtəşəm 5 gün endirimləri başladı. 8-12 aprel tarixlərində artıq ənənə halına çevrilmiş möhtəşəm 5 gün kampaniyası çərçivəsində Bazar Store öz müştərilərinə inanılmaz fürsətlər təqdim edir. Sadəcə 5 gün davam edəcək kampaniya dönəmində yüzlərlə məhsulda möhtəşəm endirimlər sizi gözləyir. Müştərilərə bütün kateqoriyalar üzrə xüsusi qiymətlər təklif olunur. Endirimlər bütün Bazar Store mağazalarında keçərlidir və sadəcə 5 gün, yəni 12 aprelədək davam edəcək. Bu endirimlər sayəsində həm büdcənizə qənaət edəcək, həm də bol alış-veriş edəcəksiniz. Bu fürsət qaçmaz. Endirimlərdən yararlanmaq üçün tələsin. Günün idman yeniliklərini həmkarım Sənan Şəfizadə çatdıracaq. Mən sizlə sağollaşıram. Hər şey könlünüzcə olsun, salamat qalın.